Salam əziz tələbələr, bugün sizlərlə şəkil əlaqələri mövzusunun dimin test toplusundan ikinci hissəsini çəkəcəyik. Deməli, burada 2 dənə rəqəm düşməyib. Bura 2-dir və bura 4. Eyni şəkilləri eyni əlaqələndiririk. Deməli, bax 2, 4 və 6. 2, 4, 6 ardıcıllıqla gedir. 2, 2 artıb. Eyni ilə bu setqalı hissədə 1, 2 və 3. Bu da 1, 1 artıbdır. Gördüyünüz kimi bu fiqurdan 3 dənədir. Amma bundan 2 dənə. Yəni növbəti sual işarəsi olacaqdır qaralı və kletkalı olan. Yəni bu ikisindən olacaqdır. Növbəti bu ikisindən olacaqdır. B gedir, D gedir, A gedir. Aha. Burada deməli 1, 2, növbəti olacaq nə? Təbii ki 3 olacaq. Deməli kletkalı hissədə 3 durmalıdır. Burada da 6 durduğuna görə C gedir, qalır Y. Həqiqətən də qara hissədə də 6 durmalıdır. 2, 4 olacaq 6. Deməli cavabım nə olur? Y variantı. Növbəti sualım 204-cü sual. 204-cü sual və 205-ci sual bizim məntiq oyunları dərsimizə aid olduğuna görə birbaşa keçirik 206-cı suala. 206-cı sualda hansı formadadır? 206-cı sualda da biz deməli, burada 2 dənə rəqəmi yenə görmürük. Burada 38 və 46 rəqəmləri yazılmayıb. 46 və 38 rəqəmləri yazılmayıb. Sadəcə eyni fiqurlara eyni baxmalıyıq. Bax, məsəl üçün bununla buna eyni baxmalıyam. Çünki nöqtəlidir, bu da nöqtəlidir. Bu ağdır, bu da ağdır. Bu ikisinə eyni baxmalıyam və bu ikisinə də eyni. Və içindəki rəqəmlərin hasili eyni eləyir. 3-ü 4-ə vururam 12 eləyir. 2-ni də 6-ya vururam 12 eləyir. Ağların ikisi də 12 elədi. 2 dəfə 9 18, 6 dəfə 3 də 18. Yəni bu nöqtəlilər ikisi də 18 elədi. 3 dəfə 8 də 24 eləyir. 4 dəfə 6 da 24 eləyir. Qaralar 24 elədi. 4 dəfə 9 36 eləyir. İndi burada da 36 eləyəni götürməliyəm, amma kletkalı olmalıdır. B, A, D getdi. Kletkalı olsun. 6 dəfə 2 36 eləmir. 6 dəfə 6 bəli 36 eləyir. C variantı. Növbəti sualım 207-ci sual. Deməli, burada hansı rəqəmlər yazılıbdır? Burada səhv eləmirəmsə 4 rəqəmi yazılıb. Burada 48 rəqəmi yazılıbdır. Burada deməli yenə 6 rəqəmi yazılıbdır. Burada yazılıbdır deməli 6 rəqəmi. Bəli, bunlar düşməyibdir, qalanlar düşür. Deməli bunun mənası 2-yə bölməkdir. Qaranın mənası, görürsünüz, qaradan gedir o. Bax, burada da bundan gedir. İki tərəfi də 2-yə bölübdür. Qaranın mənası 4-ə vurmaqdır. Bunun mənası 3-ə bölməkdir. Bunun mənası 2-yə vurmaqdır. Bunun mənası 3-ə vurmaqdır. Ağın mənası 3-ə vurmaqdır. Və məndən buranı sorur. Mən bilirəm ki, bunun mənası 4-ə vurmaqdır. 4-ü 4-ə vuracam. Eləyəcək də 16. Ağın mənası da 3-ə vurmaqdır. 16-nı da həqiqətən 3-ə vuranda 48 eləyir. Bax, bunun mənası 2-yə vurmaqdır. 24-ü 2-yə vuranda 48 eləyir. Yəni, hər birinin bir mənası var. Sual işarəsinin yerinə gəlir, 16 durur. Növbəti sualım kvadratların sayılması. Deməli, burada ilk növbədə ən böyük hissəni ayırıram. Ən böyük hissə mənə görə burada budur. Ən böyük hissəni ayırdım. İlk növbədə bunu sayıram. Burada deməli 2-nin 5-ədir. 2 vurulsun 5, üstə gələk 1 vurulsun 4. Bu düsturla sayılır. 10, 14 dənə. 14 dənə bunun içində kvadrat var. Ondan sonra üstünə gəlirəm. Birinci təşkilləri sayıram. 2, 4, 6, 8, 10 dənə. Ondan sonra sayıram mən dörtlüləri, yəni dörtlü kvadratları. Onların da sayılması olub plusların sayılmasıdır. Neçə dənə plus varsa, onlar dörtlü kvadrat. Çöldə qalan və yaxud da yarısı çöldə, yarısı içəridə. 1, 2, 3,
4, 5. 5 dənə burada mənim 4-lü kvadratım var. 5 dənə. Aha, və gəldik 9-luq kvadratlara, yəni 3-ün 3-ü olan kvadratlara. Onlardan da yalnız burada neçə dənədir? Bir dənə. Bir dənə də onlardan var, hansı ki budur. Fərqli rənglə gəlin qeyd edək onu. O da hansı ki, baxın buradadır. Bir dənə də budur. Və bunları toplayıram. Eləyir 29, 30 dənə. 30 dənə mənim burada kvadratım var. Deməli, növbəti sualım 209-cu sual. Deyir ki, burada neçə dənə üçbucaq var? Aha, rəqəmləsəm 1, 2, 3, 4, 5, 6 və 7. 7 dənə 100%dir balaca üçbucaqların sayı və bir dənə də böyüyün özü 8 dənə. 8 dənə bunları saydım. Sonra üçbucaqların birləşməsindən alınan üçbucaqları sayacağım təbii ki. Bunların birləşməsindən alınan üçbucaqlar neçə dənədirsə, onları sayacağım. Baxıram ki, burada 2, 3, 4, 5-in birləşməsindən bir dənə üçbucaq alınır. 2, 3, 4, 5-in birləşməsindən bir dənə üçbucaq alınır. Başqa burada üçbucaq, yəni elə də alınmır. Cəmsi 9 dənə üçbucaq var. Yəni 7 dənə bu balacalar, 8 üçbucağın özü və bir dənə də bu 2, 3, 4, 5-in birləşməsindən yaranan üçbucaq. Cəmi 9 dənə üçbucaq var. Şəkildə neçə üçbucaq var? Bunları artıq tək-tək saymalıyam. Bax, deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 15 dənə 100%dir. 15 dənə. Sonra 1, 2, 3, 4 birləşir birini yaradır. 7, 13, 14, 15 birləşir birini yaradır. 9, 10, 11, 12 birləşir birini yaradır. Ondan sonra 3, 4, 5, 6. 3, 4, 5, 6 birini yaradır. 5, 7, 8, 13 birini yaradır. Və 1, 9, 8, 10 birini yaradır. 1, 9, 8, 10 birini yaradır. Bundan sonra deməli 6 dənə, 15 dənə də saymışam. 21 dənə 100%dir. Və son olaraq da burada bir dənə üçbucağım var. Onu rəqəmlə qeyd eləməyəcəm, göstərəcəm. Deməli bu üçbucaqda bir dənədir. Bir dənə də burada belə bir üçbucağım var. 3, 4, 5, 6, 7, 8, 9, 10 və 13-ün birləşməsindən yaranan bir üçbucaq. Yəni 22 dənə burada mənim nəyim var? Üçbucağım var. Növbəti sualım 211-ci sual. Deməli, 211-ci sualda mənə nə deyir? Deyir ki, 32 kürə bunkerdən hərəkətə başlayır və nömrələnmiş boşluqlara yığılır. Hər dəfə maneə ilə rastlaşanda kürələrin sayı maneədən sağa, yarısı maneədən sola dağılır. Yarısı sağa, yarısı sola dağılır. Boşluqların nömrələrini onlara yığılan kürələrin sayının artma ardıcıllığı ilə sıralayın. Aha. Deməli, 32 dənə buradan başlayır. Hər dəfə maneəyə rast gələndə deməli 2-yə bölünür. 16 sola düşür, 16 sağa. İndi burada yenə maneəyə rast gəlib. 8 dənə bu sağa düşəcək, 8 dənə də bu hissəyə düşəcək. Amma bura 8-i hələ yazmıram. Çünki buradan da gələn toplar olacaq. Bu da maneəyə rast gələndə 8 bu tərəfə düşür, 8 də ortaya. İndi 8 buradan gəldi, 8 də buradan. Deməli, bu ortada 16 dənədir. 16 dənə gəlir. Burada maneə yoxdur. Hal-hazırda 16 buradan gəlib keçir. Bura qədər gəlir. 8 deməli, burada gəlir 2-yə bölünür. 4 bura gəlir, 4 bura düşür. Buradan düşən 4, buradan gələn 16 ilə birləşir və burada 20 dənə top olur.
Bu 8-dən də gəlir burada 4, 4 yenə bölünür. A. 4 də burada gəlir. 2 bura düşür. 2 də bu tərəfə düşür. Amma hələ yazmıram. Çünki buradan da gələn var. 4 buradan gəlir. Yenə 2 bura düşür. 2 bura. 2 buradan gəlib 2 buradan. Deməli, bunlar birləşir 4 olur. Aha. İndi burada 2'dir hal-hazırda. 2 düşüb daxı buradan. 2. 20-dən də gəlir burada bölünür. 10 belə düşür. 10 da bu tərəfə düşür. 10-la 2 birləşir. 12 dənə burada olur. Amma burada 10 dənə qalır. Çünki bu heç nə ilə birləşməyəcək. Burada kaç var? Oradan heç bir rəqəm gəlməyəcək. 4 də gəlir axıra qədər belə. İndi 4, 2, 2 bölünür. 2 dənə bura düşür, 2 dənə bura. 10, 2, 2 bölünür. 5 bura düşür, 5 bura. 12, 2, 2 bölünür. 6 bura düşür, 6 bura. 4, 2, 2 bölünür. 2 bura düşür, 2 bura. Və 2 də 2, 2 bölünür. 1 bura düşür, 1 bura. Deməli, mənə deyir ki, boşluqların nömrələrinin onlara yığılan kürələrin sayının artması arzulayır. Ən az 6-dadır, bir dənə. Ondan sonra 1-dədir, 2 dənə. Ondan sonra 7 buradadır, 11 burada, 8 burada, 3 burada. Ondan sonra 5'dir, 3 dənə. Ondan sonra 2'dir, 7 dənə. Ondan sonra 4'dür, 6 ilə 2 birləşir, 8 dənə əmələ gətirir. Və son olaraq 3'dür, onun içində 11 dənə kürəcik var. 6, 1, 5, 2, 4, 3. Növbəti sualım 212-ci sual. 212-ci sualı deməli. 1, 2, 3, 4, 5, 6, 7, 8. Qıraqdakıları yazmıram, onsuz qıraqdakıları sonda götürəcəm. Bunlar başqa heç bir üçbucaq yaratmır. 8 dənə budur. Əlavə olaraq 1, 2 birləşib bir dənə yaradır. 3, 4 yaradır. Ondan sonra 5, 6 yaradır. Və 7, 8 yaradır. 7 ilə 8 bir dənə üçbucaq yaradır. Ondan sonra 1, 2, 3, 4 birləşir yaradır. Və 3, 4, 5, 6 birləşir yaradır. 5, 6, 7, 8 birləşir yaradır. 7, 8, 1, 2 birləşib bir dənə üçbucaq yaradır. Burada 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 16 dənə hal-hazırda əlimdə üçbucaq var. Və növbəti olaraq bu 2 dənəni də əlavə edirəm. Cəmi 18 dənə üçbucaq alınır. Burada bunların yaratdığı başqa bir üçbucaq olmadığına görə digərlərini qeyd eləmirəm. Yəni, buradakı digər üçbucaqların hər birində burada qeyd eləmişəm. 18 dənə cəmsi üçbucaq yaranır. Növbəti sualım deməli, burada 213-cü sual. Deməli, bu sualda necə edirik? Burada deməli, hər plus işarəsində 4 dənə düz bucaq var. Düz bucaq dediyimiz budur. Və hər plus işarəsində baxın 4 dənə düz bucaq əmələ gəlir. 1, 2, 3, 4. Yəni plusları saysaq bəsdir. Bax, biri burada, ikisi burada, 3, 4. Yəni bu xəttə fikir verməyin. Onsuz bu da düz bucaqdır. 5, 6, 7, 8, 9 dənə. 9'u da vururam 4'ə, çünki hərəsində 4 dənə düz bucaq var. O deyilir 36 dənə. Növbəti sualım 214-cü sual. 214-cü sualda mənə deyir ki, üçbucaqların sayını müəyyən edin. İlk növbədə adi gözlə görə bildiyim üçbucaqları qeyd edeyim. 1, 2, 3, 4, 5, 6, 7 və 8 dənə. 8 dənə burada 100% üçbucaq. Ondan sonra balacalardan keçdim biraz daha böyüklərə. Biraz daha böyüklərə keçsəm burada 1, 2, 3, 4 dənə 100%.
bu hissədədir. Ondan sonra 1, 2, 3, 4 dənə 100% bu hissədədir. Sonrasında diaqonalın mən 2 dənə üstbucağa ayırdığını bilirəm. 1, 2 dənə belədir. Və 2 dənə də bunun əksindəki diaqonal. Yəni bu diaqonal. 1, 2 dənə də belədir. Bunları hələlik toplayım. 10, 20 dənə. 20 dənə hələ ki əlimdə üçbucaq var. Bundan əlavə olmasa deməli cavabım 20-dir. Baxaq. Burada başqa üçbucağımız var. Xeyr, burada başqa üçbucağımız yoxdur. Elə 20 dənə maksimum şəkildə üçbucağımız var. Növbəti sualımız 215-ci sual. Verilən fiqurda kvadratların sayını müəyyən edin. Gördüyüm kvadratları qeyd edeyim. 1, 2, 3, 4. 4 dənə kvadrat görürüm. Bir də özü var təbii ki bunun. Bunun özü də var. Bu da kvadratdır. O da olur 5. 5 dənə kvadrat. 5 dənə kvadrat hazır şəkildə var. Və bir dənə də bu ortada var. Təbii ki bunu da görürəm. Bu deyilIr 6 dənə. 6 dənə kvadratım var. Ondan sonra baxaq görək başqa kvadratımız varmı? Bizə kvadratların sayı deyir. Düzbucaqlı desə bunu da götürərdik. Amma təbii ki düzbucaqlı demədiyinə görə onu götürmür. Başqa kvadratımız burada yoxdur. Elə 6 dənə cəmsi burada kvadrat var. Növbəti sualımız 216-cı sual. 216-cı sualda rəqəmləyərək birinci düzbucaqların sayına baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 dənə elə sadə şəkildə üçbucaq var və bir də üçbucağın özünü saysaq böyük 13 dənə. 13 dənə yəni üçbucağım var. Deyinən A 100%, yəni cavab variantım deyil. Və bunlardan əlavə 13 dənə əlavə 4 dənə də üçbucağım var. Diqqətlə baxın. Deməli biri budur. Biri budur. 2, biri budur. 3, biri də tam ortada budur. 4 dənə də əlavə üçbucağım var. 17 dənə burada üçbucaq var. Onsuz 17 maksimum saydır. Bundan sonrasını saymağa ehtiyac yox. Növbəti sualım 217-ci sual. 217-ci sualda deməli. Buradakı fiqurların sayını içindəki rəqəmə vururam. Bax, 3 dənə boz var. Vururam ona. 3 vurulsun o. Eləyir 30. 2 dənə bu daşlı, qaşlı olandan var. 2 vurulsun, içindəki rəqəm 15. Bu da eləyir 30. Ondan sonra 1, 2, 3, 4, 5, 6 dənə kletkal var. 6 vurulsun 5. Bu da eləyir 30. 1, 2, 3, 4, 5 dənə ağ var. 5 dənə ağı nəyə vursam 30 eləyər? Təbii ki 6-ya. O da eləsin 30. Çünki hamısının nəticəsi 30. A variantı. Növbəti sualım 218-ci sual. Deməli, bu sualda necə eləyirik? Bu sualın standart bir üsulu var. İlk növbədə bax, oturacaqda neçə dənə üçbucağın olduğunu, oturacağın neçə dənə üçbucağa bölündüyünü sayırıq. Bax, bu bir üçbucaq, bu 2, bu 3, bu 4. Və 1-dən 4-ə nömrələyirəm. 1, 2, 3, 4. 1-in qarşısına 1 yazıram, amma 2-nin qarşısına artıq cəmlə yazıram. 1 ilə 2-nin cəmi eləyir 3. 3 ilə 3-ün cəmi eləyir 6. 6 ilə 4-ün cəmi eləyir 10. Bunları yazandan sonra sağ tərəfi bütövlükdə toplayıram. Bu eləyir 20. 20-nin üzərinə bir də təkrar. Burada tək rəqəmlərin qarşısında duranları gəlirəm. 1, 1 durub, bir də 6 durub. 1 ilə 6-nı gəlirəm. O da eləyir 7. 20-nin üstünə 7-ni gəlirəm, eləyir 27. Bu standart qaydadır və həmişə də işə yarayır. Bəzən bunu necə eləyirik? Çox vaxt əslində belə eləyirik. Tərsinə nömrələyirik. 1, 2,
3 və 4. Və cüt rəqəmlərin qarşısına düşən 6 və 1. Onları götürürük. Növbəti sualım 219-cu sual. Bu fiqurda neçə dənə romb var? Deməli, bax, bu fiqurda ilk növbədə rombu yaradan bu hissələrdir. Bu ikisinin birləşməsidir və sağa doğru da irəliləyir bu. Yəni, ilk növbədə bunları sayaq. Xətlə sayacağam. Bax, deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə. 11 dənə budur. Ondan sonra bunun tərsinə olanlar var. Bunun tam əksinə olanlar var. Yəni bunlar bu üçüncüdən başlayanlar eyni ilə onlarla eyni formada irəliləyir. Onları da sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dənə də budur. Sonra bir də belə dik formada duranlar var. Hansı ki bunlar. Bunlar da yan-yana irəliləyir və buralarda da var. Bunları da sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 və 11. 11 dənə də budur. Ondan sonra biraz daha böyüdürük. Biraz daha böyüdürük. Və bunları sayırıq sağa doğru. 1. Bunlar artıq belə gedir. 2. Sonra bir addım daha 3. Və bir addım daha sağa artıq gedəmirəm. 3 dənədir cəmsi. 3 dənə buradadır. 3 dənə də onun tərsində. 1. Budur. Silib göstərəcəm. 2. Budur. Elə bir addım sağa gedir də. Və 3 də budur. Ümumilikdə 6 dənə saydım. 6 dənə. Və bir də burada təbii ki, biraz daha böyük olan bu 2 dənə fiqur var. Biri budur. Biri də budur. Hansı ki, bunlar da rombdur. 2 dənə də bunları əlavə edirəm. Və burada cəmisi 8, 33 dənə də bu. 41 dənə romb olur. Bundan sonrası da yox. Yəni, bundan sonra başqa romb burada tapa bilməzsiniz əlbəttə ki. Növbəti sualım 220-ci sual. Deyir, digərlərindən fərqlənən variantı seçin. Digərlərindən fərqlənən variantı seçməliyəm. Aynı əks ola bilər, müxtəlif üsullardan istifadə edə bilər. Yəni, mən bunu baxıb dəqiqləşdirməliyəm ki, hansı üsuldan istifadə edib, nədir? Baxıram ki, 3 bucaq, 3 bucaq, düz bucaqlı, 3 bucaq, 3 bucaq, düz bucaqlı, 3 bucaq, düz bucaqlı, daha doğrusu 3 bucaq, 3 bucaq. Aha, bax, indi həmişə bu düz bucaqlının solunda ağ üç bucaq olub, sağında qara üç bucaq olub. Bax, yenə solunda ağ üç bucaq, sağında qara üç bucaq. Yer dəyişib, çünki bu bunun aynı əksidir. Aha, yenə sağında qara üç bucaq, solunda ağ üç bucaq. Solunda ağ üç bucaq, sağında qara üç bucaq. Amma burada yanlışdır. Çünki burada solunda qaranı verib, sağında ağ verib. Amma sağ hardadır? Solda. Ona görə yanlış variantım nə olur? Fərqlənən variantım nə olur? Təbii ki, B variantı olur. Növbəti sualım 221-ci sual. Deyir, 5 variantdan 4 arasında məntiqi uyğunluq var. Yalnız biri digərlərindən fərqlidir. Aha, diqqətlə baxsaq, deməli, üçbucaqdır, dairədir, kvadratdır, üçbucaqdır, dairədir, kvadratdır və yaxud da romb kimi olanlar da verilib, romb formasında olanlar da var. Sadəcə baxsaq hamısında dairə böyükdür, gördüyünüz kimi. Hamısında dairə böyükdür, rombla üçbucaq kiçikdir. Yalnız A variantında burada dairə kiçikdir, üçbucaq daha böyük. A variantıdır təbii ki, digərlərindən fərqlənən.
Növbəti sualım 222-ci sual. 222-ci sualda çevirmə ilə baxıram ki, hansı variantım uyğun gəlmir. Bax, bu variantımı 90 dərəcə sadə qərb istiqamətində çevirsəm, olur ikinci variant kimi. Bunu 90 dərəcə sadə qərb istiqamətində çevirsəm, artıq üçüncü variant kimi olmur. Üç ardıcıllığı pozur. Qara ilə bozun yeri dəyişməlidir. Əgər qara bura keçsə, boz bura keçsə, aha, bəli. 90 dərəcə çevirəndə görürsünüz, boz yuxarı gəlir, qara aşağı. Bir dənə də 90 çevirsəm, boz sağa keçir, qara sola keçir. Bəli. Üst ardıcıllığımı pozur. Burada qara ilə bozun yeri dəyişikdir. Növbəti sualım 223-cü sual. Burada deyir, fərqli olan variantı seçin. Hamısı iç-içə keçibdir. Deməli, sadəcə burada fərqli olan hansı variantdır? Bax, deməli 5 bucaqlı, 5 bucaqlı, 5 bucaqlı, 3 bucaq, 3 bucaq, 3 bucaq, 6 bucaqlı, 6 bucaqlı, 6 bucaqlı. Burada da trapesiya, trapesiya, trapesiya. Amma burada nədir? 2 dənə düz bucaqlı verib, ortada kvadrat verib. Niyə ortada da düz bucaqlı vermir? Yəni, digərlərindən fərqlənən variant təbii ki, A variantıdır. Burada deməli hansı formada eləyirik? Bax, onsuz da burada görsənir ki, bütün dairələr, bütün fiqurlarda çöldədir. Bir dənə bunda, bir dənə içəridə də olan dairə var. Niyə içəridə verilsin? Təbii ki, hamısında çöldədirsə, bunda da çöldə olmalıdır. Ona görə pozan variantım hansıdır? D variantı. Deməli, burada digərlərindən fərqlənən variantı seçməliyəm. Yenə solla, sağla baxmalıyam. Kvadrata nəzərən dairə həmişə sağdadır. Bunu 180 dərəcə çevirəndə həqiqətən dairə sola keçməlidir. B A ilə eyni şeydir. Aha, B variantını deməli 90 dərəcə sadə əqrəb istiqamətində çevirsəm D ilə eyni şey olacaq və A variantında 90 dərəcə sadə əqrəb istiqamətində çevirsəm Y ilə eyni şey olacaq. Sadəcə burada C variantı yanlışdır. Çünki bunu 90 dərəcə çevirsəm kvadrat burada dayanır. Dairə solda dayanır. Solda yox, sağda dayanmağa daha düzgün idi. C variantı. Növbəti sualım 226-cı sual. Burada fərq nədən ibarətdir? Diqqətlə baxsaz deməli, sadəcə fərq nədir? Hər dəfə bu xətt fiqurları yarıya bölür. Bunu da yarıya bölür, bunları da yarıya bölür, hamısı. Amma bu xətt bütün fiqurlarda bucaqlardan çıxıb, bütün fiqurlarda bucaqlardan çıxaraq yarıya böldü. Amma burada bucaqdan çıxmayıbdır. Ona görə A variantı. Bütün fiqurlarda bucaqdan çıxıb, oradan bucaqdan çıxmayıb. Sonra burada. Deməli, burada da bax, bir dənə böyük fiqur verilib. Bir dənə də onun kiçik versiyası verilib. Eyni ilə, eyni ilə. Bax, böyük fiqur və onun kiçik versiyası. Təbii ki, bir tərəfində verilib, bir ikincində. Böyük fiqur, onun kiçik versiyası. Böyük fiqur və onun kiçik versiyası. Bu böyük fiqurdur, bu da kiçik versiyası. Amma kvadratın kiçik versiyası üçbucaq ola bilməz. Ona görə cavab olur A. 228-ci sual. Yenə digərlərindən fərqlənən variantı seçməliyəm. Baxıram ki, bu xətlər hamısı B, C, D, Y variantlarında olan bütün fiqurları bərabər üçbucaqlara bölüb. Görürsünüz, hamısı bərabər üçbucaqlar. Heç birində 1 qram digərindən fərqlənən və yaxud da böyük olan yox. Burada da eyni ilə. Amma A variantındakı xətlər hərəsini bir üçbucağa bölüb. Hərəsindən bir dənə də üçbucaq. A variantında təbii ki, fərqlənər. Çünki burada da bərabər üçbucaqlara bölməli idi. 15 bucaqda bərabər üçbucaqlara bölmək olmur, amma yenə də hamısında bərabərdir, bir dənə bunda bərabər deyil. Qanun hər şey oxşarlıq təşkil edir. Bu sualda deməli, onsuz da fərqlənən variant görsənir. Deməli, bax, üçbucağın həmişə ağ hissəsinə bitişikdir. Deməli, üçbucağın qara tərəfləri, yəni katetləri, həmişə ağ kvadratlara bitişikdir. Yəni, bunu nəzərdə tutmağa çalışıram. Yenə, bax, katetlər ağ kvadratlara bitişikdir. Katetlər ağ kvadratlara bitişikdir. Burada da eyni ilə. Sadəcə bu variantda bir katet qara kvadrata bitişikdir. Biri ağ kvadrata. Yəni, burada olmalıydı həmin o qara kvadrat. Ona görə cavabım olur nə? C variantı.
Növbəti sualım 230-cu sual. 230-cu sualda mən diqqətlə baxmalıyam ki, dairəni kəsən və ona toxunanlar. Bax, əgər diqqətlə baxsaq görərsiniz ki, həmişə xəttin biri dairəyə toxunur. Xəttin biri dairəyə toxunur. Fikir verin. Həmişə biri toxunur. Digər 3 xətt dairəni kəsir. Digər 3 xətt dairəni kəsir. Digər 3 xətt dairəni kəsir. Bu bütün fiqurlarda, bütün şəkillərdə də belədir. Yalnız C variantında toxunan yoxdur. 4 xəttin 4-ü də dairəni kəsən. Ona görə cavabım olur C. Biri toxunan olmalı idi. Qalanları kəsən. Növbəti sualım 231-ci sual. Deməli, bu sualda necə olur? Bu sualda ağız bucağının hərəkətinə diqqətlə fikir vermək lazımdır. Bu ağ üçbucaq ilk növbədə yuxarıda olur. Görürsünüz, içi ağdır, ətrafı isə bozdur. Sonra sol alt küncdə olur və sonra sağ alt küncdə olur. Yenə yuxarıda olmalı idi bu şəkildə, yenə sol alt küncdə olur. Və 6-cı da olsaydı, sağ alt küncdə olacaqdı. Yəni, burada ardıcıllığımı pozan 4-dür. 4-də bu figurum, yenə deyirəm, burada olsaydı düzgün olardı. Növbəti sualım 32-ci sual. 32-ci sualda diqqətlə baxsaq, burada deməli, hər fiqurun içərisindəki fiqur onun bucaqlarının sayından bir vahid çox bucağa sahibdir. Bax, burada məsələn, 5 bucaqlı verilib və içəridə də 6 bucaqlı verilib. Eyni ilə sağda 3 bucaqlı verilib, içəridə 4 bucaqlı verilib. Burada 4 bucaqlı verilib, içəridə 5 bucaqlı verilib. Burada 3 bucaqlı verilib, içəridə isə 4 bucaqlı verilib. Amma burada çöldə 4 bucaqlıdır, içəridə 3 bucaqlıdır. İçəridə olmalı idi 5 bucaqlı. Cavabım olur nə? D variantı. Növbəti sualım 33-cü sual. 33-cü sualda asan suallardan biridir. Məntiq nədən ibarətdir? Burada fiqurların ikisi ağdır. Baxın, burada da 2 dənə fiqur ağdır, 1 dənə fiqur qaradır. 2 dənə fiqur ağdır, 1 dənə fiqur qaradır. 2 dənə fiqur ağdır, 1 dənə fiqur qaradır. Və 2 dənə fiqur ağdır, 1 dənə fiqur qaradır. Yalnız bunda ikisi qaradır, biri ağdır. Ona görə fərqli variantım nə olur? D variantı. Növbəti sualım 34-cü sual. 34-cü sualda deməli, hansı fərqlilik var? Əgər bütün fiqurlara baxsaz, bu fiqurların küncündəki fiqurlar özlərinin kiçildilmiş versiyasıdır. Baxın, 4 bucaqlıdır. 4 bucağının küncündəki fiqurlar da balaca 4 bucaqlılar. Eyni ilə 3 bucaqlıdır. Küncündəki fiqurlar balaca 3 bucaqlar. Eyni ilə yenə 4 bucaqlıdır. Küncündəkilər yenə balaca 4 bucaqlar. Burada yenə trapesiyadır. Bu yandakılar da kiçik trapesiyalardır. Sadəcə burada fərqli verilib. 6 bucaqlının küncündə 4 bucaqlı verilib. Ona görə də cavabım olur nə? D variantı. Yəni fərqli olan variantım D variantı. Növbəti sualım 35-ci sual. 35-ci sualda biz bucaq sayından baxırıq. Burada baxsaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 bucaqlıdır. Bu 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 bucaqlıdır. Bu 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 bucaqlıdır. Aha, hamısı 9 bucaqlıdır bunlarda. Yalnız bu 11 bucaqlıdır. Ona görə yanlış olan variantım nə olur? Təbii ki, C variantı 3. Növbəti sualım 36-cı sual. 36-cı sualda da deyir, 4 arasında uyğunluqlar biri pozubdur. Deməli, uyğunluq nədir? Baxın, sol və sağ küncdəki xəttlərin sayına baxmalıyam. Həmçinin içəridə də onun kimi. Xəttlərin sayına düzgün şəkildə baxsaz, eynidir. Baxın, 1, 2, 3, 1, 2, 3, 1, 1, sonra 2, 2. Xəttlərin sayı eynidir. Yalnız burada xəttlərin sayı fərqlidir. Baxın, 1, 2, 3 dənə buradadır. 1, 2, 3, 4 dənə buradadır. 3-ün 4-dədir.
Ona görə də yanlış olan variantım budur. Digərlərinə də baxsaq, baxın 1, 2, 1, 2. İçəridəkilər də eynidir. 1, 2, 1, 2. Eyni ilə burada 1, 1. 1, 2, 1, 2. Yalnız pozan nədir? İkinci. Burada xəttlərin sayı 3-dür, burada xəttlərin sayı 4. Ona görə də cavabım olur nə? Y variantı. Növbəti sualım 37-ci sual. 37-ci sualda nədir? Deməli, burada fiqurun tərəflərinin sayı, yəni 4-dür. 4-ün kvadratı üstə gələk 1. Eləyir 17. Fiqurun tərəflərinin sayı 7-dir. 7-nin kvadratı çıxılsın 1-dir bu. Deməli, 3, 3-ün kvadratı üstə gələk 1. 1, 2, 3, 4, 5, 6, 6-nın kvadratı üstə gələk 1. Bax, hamısında kvadratın üstünə 1 gəlmişəm gördüyünüz kimi. Y variantı da elədir. O düşməyibdir, yuxarı hissədədir. Yalnız B variantında kvadratından 1 çıxmışam. Ona görə də fərqli olan variant B variantı olur. Növbəti sualım 238-ci sual. 238-ci sualda fiqura diqqətlə baxmaq lazımdır. Bu solda, yəni baxsaq, burada sağda duran dairə çevirsək sadə qəbinin tərsinə 90 dərəcə. B variantı ilə eyni olur. Yenə bax, sağda durur bu dairə. Elə bil bunu plus işarəsi kimi fikirləşək. Plus işarəsinin sağında durur. Eyni ilə buradadır. Plus işarəsinin sağında durur. Aha, burada baxsaq yenə bax, plus işarəsinin sağında duracaq. Sadəcə 45 dərəcə çevrilib burada. Burada da sadə əqrəbi istiqamətində 90 dərəcə çevirsək, yenə plus işarəsinin sağında durur. Amma bunu çevirsək, elə bil ki, plus işarəsi gəlir, belə düşür. Və həmin fiqurda gəlir bu tərəfə düşür. Yəni, sol tərəfə düşür. Sol tərəfə düşür. Hamısında sağa düşür dairə, yəni bu tərəfə düşür. Amma bir dənə Y variantında sol tərəfə düşür. Ona görə cavabım olur Y. Fərqlənən variant Y variantı. Növbəti sualım 39-cu sual. 39-cu sualda da mən dairəyə diqqətlə baxsam, dairə ilə sadəcə qara üçbucağa baxsam kifayət edir. Dairənin solunda olub həmişə qara üçbucaq. Dairənin solunda olub. Bax, qara üçbucaq dairənin solundadır. Qara üçbucaq dairənin solundadır. Təbii ki, 180 dərəcə çevriləndə mən bilirəm ki, fiqurlar yer dəyişir də. Burada soldadır. Bunun 180 dərəcə çevrilmiş versiyası C-dir. B-nin 180 dərəcə çevrilmiş versiyası. Burada mən sağda görürəm, amma əslində bunun soludur. Bunu 90 dərəcə və yaxud da 120 dərəcə falan çevirsək, sadə qərb istiqamətində, həqiqətən də solunda olduğunu görərik. Bax, bir dənə burada dairənin sağındadır qara üçbucaq. Bu şəkillə də müqayisə eləyə bilərik. Burada da solundadır. Sadəcə bu şəkildə sağında olduğuna görə mənim cavabım D variantıdır. Növbəti sualım 240-cı sual. 240-cı sualda diqqətlə baxsaq, bu xəttlər fiqurlardan həmişə simmetrik parçalar ayırır. Simmetrik parçalar. Baxın. Həmişə simmetrik parçalar ayırır. Burada da baxsaq. Yəni, düzgün hissəciklər ayırıb da. Yəni, burada da məsəl üçün düzgün hissəciklər ayırıb. Yalnız bu variantda düzgün hissəcik ayırmıyor. Baxın, eni eninə uyğun, uzunu uzunluğa uyğun. Burada da trapesiya ayırıbdır. Burada da eni eninə uyğun, uzunu uzunluğa uyğun. Sadəcə buradakı fiqur biraz fərqli olduğuna görə cavabım olur Y variantı. Növbəti sualım 241-ci sual. 241-ci sualda necədir? Deməli, ardıcıllıq hansı formada olur? Bunu ortadan tən yarıya bölsək, fiqur necə? Yəni, qara xəttlər necə artır? Bax, diqqətlə. Tən yarıya böldüm, birinci yuxarı hissəyə. Yuxarı hissəyə bir dənə qara xət əlavə olundu. Sonra baxıram ki, aşağı hissəyə bir dənə qara xət əlavə olundu.
Sonra baxıram yenə yuxarı hissəyə bir dənə qara xətt əlavə olunub. İndi burada əslində aşağı hissəyə qara xətt əlavə olunmalıdır. Yəni bura. Bura yox. Ondan sonrakında artıq hamısını əlavə olunandan sonra bir sağ qalır, bir sol qalır. Burada da sağa əlavə edib, sonraki şəkildə olsaydı sola əlavə edəcəkdik. Yəni uyğunluğu pozan 4 olubdur. Çünki burada xətt aşağı əlavə olunmalı idi. Növbəti sualım 242-ci sual. 242-ci suala baxsaq, deməli hansı formada həll eləyibdir? Diqqətlə baxsaq, baxın bu 6 bucaqlıdır. 6 bucaqlının içində nə verilib? Balaca 5 bucaqlılar. 1, 2, 3, 4, 5 bucaqlılar. 4 bucaqlıdır, trapesiyadır və yaxud da deyə bilərik. İçində nə verilib? 3 bucaqlılar. Yəni çölü 4-dür, içi 3-dür. Bunun çölü 6-dır, içi 5-dir. Görürsünüz, bir vahid azdır. Hamısında bir vahid azdır. Bunun çölü 4-dür, içi 3-dür. Hamısında bir vahid azdır. Amma burada içi də 5-dir, çölü də 5-dir. Burada bir vahid azlıq yoxdur. Burada bərabərdir. Ona görə də fərqli olan fiqur elə 4-dür. Növbəti sualım 243-cü sual. 243-cü sualda necədir? Bunlar deməli hamısı bir-birinə simmetrik fiqurlardır. Baxın, tən ortadan bölünəndə elə bil həm sağa, həm də sola eyni fiqur düşür. Həm sağa, həm də sola eyni fiqur düşür. Bunu da bölsəm, həm sağa, həm sola eyni fiqur düşür. Həmçinin bunu da bölsəm, həm sağa, həm sola eyni fiqur düşür. Bunu da bölsəm, həm sağa, həm də sola eyni fiqur düşür. Amma burada bax, simmetriklik pozulur. Sağa və sola eyni fiqur düşmür. Yəni bunu bir-birinin üstünə qatlasam, uyğun şəkildə qatlanır. Amma 4-ü qatlaya bilmərəm. 4-ə qatlana bilmir. Növbəti sualım 244-cü sual. Burada da deyir, sırada uyğunluğu pozan variantı tap. Aha. Bu sual hansı formada işləyirik? Deməli, burada hər biri 2 vahid sola addımlayıb. Baxın, buradakı nöqtə. 1, 2 vahid gəldi bura. Buradakı nöqtədə. 1, 2 vahid gəldi bura. Eyni ilə yenə. 1, 2 vahid gəldi aşağı. Bu da 1, 2 vahid gəldi bura. Yenə getsə, bu 1, 2 vahid gələcəkdir bura. Bu hissəyə. Bu da 1, 2 vahid gələcəkdir bura. Bəli. Amma yenə 1, 2 vahid getməli idi, gəlməli idi biri bura. Bu da 1, 2 vahid, biri də gəlməli idi bura. Amma burada necə verilir? Fərqli verilir. Deməli, hansı pozur mənim ardıcıllığımı? 5 verir. 5. Hamısı saat əqrəbinin tərsi istiqamətində 2 addım irəliləyir bu nöqtələr. Yalnız Y variantında geriyə doğru hərəkət edir. Deməli, 245-ci sual. Burada diqqətlə baxsaz, deməli bax, birincidə 5 dənə ağ dairə var. Sonra birinci xanada 4 dənə ağ dairə qalıb. Bir dənəsi keçib sağa. Üçüncüdə sonra 4 ağ dairə qalıb. Amma biri rənglənib. Ondan sonra yenə sağa bir dənə ağ dairə keçibdir. Qara dairə düşüb aşağı. Aha. Amma burada 5-cidə artıq ardıcıllıq pozulub. Niyə? Çünki bax, 5 dairədən biri keçdi sağa, sonra rəngini dəyişdi. Sonra 4 dairə qaldı. 4 dairədən biri sağa keçməli idi. Burada artıq rəng dəyişməlidir. Bax, bu dairə 3 olmalı idi və sadəcə bu qara olmalı idi. Ondan sonra bu qara aşağı düşməli idi, bu qara sola keçməli idi və bu dairələrdən biri yenə sağa keçməli idi. Ona görə də burada ardıcıllığı pozan hansıdır? 5. Cavabım olur nə? A variantı. Növbəti sualım 246-cı sual. Deməli, 246-cı sualda biz kəsən və toxunanlarla baxırıq. Əgər diqqətlə bütün şəkillərə baxsaz, görərsiniz ki, 2 dənə toxunan xəttim var, bir dənə kəsən xəttim var. 2 dənə toxunan xəttim var, bir dənə kəsən xəttim var. 2 dənə toxunanım var, bir dənə kəsənim var. 2 dənə toxunanım var, bir dənə kəsənim var. Amma C variantında kəsənlərin sayı 2 dənədir gördüyünüz kimi.
Bu toxunmayıb. Toxunsa buradan keçər. 2 dənə kəsənim var, bir dənə toxunanım var. Ona görə cavabım olur ki, 2 toxunan bir kəsən olmalıydı. Növbəti sualımız 247-ci sual. 247-ci sualda. Deməli, diqqətlə baxsaq, bütün fiqurlara diqqətlə baxanda görərik ki, biz burada hamısı simmetrik fiqurlara ayırıbdır. Baxın, yəni simmetrik fiqur deyəndə nəyi nəzərdə tuturam? Bir-birinə bərabər fiqurlara ayırıbdır. Görürsünüz, bax, hamısı üçbucaqların eynidir. Heç birinin fərqi yoxdur. Sonra burada kvadratların hamısı eynidir. Bir-birinə bərabərdir. Sahə olaraq mı deyim, görüntü olaraq mı deyim, fərqi yoxdur. Bir-birinə bərabərdir. Və yaxud da burada. Bütün üçbucaqlar bir-birinə bərabərdir. Və yaxud da burada. Bütün üçbucaqlar bir-birinə bərabərdir. Amma C variantına baxsaq, bərabər bölmük baxın. Bu ikisi bir-birinə bərabərdir. Bir də bu dördü bir-birinə bərabərdir. Yəni, burada fərqli fiqurlara bölübdür. Ona görə cavabım olur C. Növbəti sualımız 248-ci sual. 248-ci sualda bizə deyir ki, 180 dərəcə sadə rəqəmin tərsi istiqamətində çevir. 180 dərəcənin əslində sağa sola fərqi yoxdur. Sadəcə 180 dərəcə çevirəcək. Biz fiquru 180 dərəcə çevirəndə bilirik ki, hər şey öz əksinə keçir. Hər şey öz əksinə keçir. Amma bunu necə 180 dərəcə çevirmək lazımdır? Çünki burada bizim bildiyimiz 180 dərəcəni demir. Gördüyünüz kimi. Əgər 180 dərəcəni çevirsək, bu C bura keçməlidir və elə bir variant da yoxdur. Gördüyünüz kimi necə deyir? Bu istiqamətdə 180 dərəcə çevir. Yəni, fərqli istiqamətdə 180 dərəcə çevirməliyəm. Mən bunu fəza fiquru kimi fikirləşib, elə bil ki, belə çevirməliyəm, bu formada. Biri var sadə əqrəb istiqamətində, biri var sadə əqrəbinin tərsi istiqamətində, sadə əqrəb istiqamətində. Amma bu ikisini də demir. Bu elə bil ki, çevrəsində, yəni ətrafında 180 dərəcə çevirmək deyil. Və mən bu ətrafında 180 dərəcə çevirsəm, həqiqətən də deməli, C keçəcəkdir, sol küncdən sağ küncə keçəcəkdir və tam əksi kimi duracaqdır bu formada. Elə bil üz-üzə baxır, aynı əksi kimi. Bu formada tam əksi kimi duracaqdır. Buradan C getdi, Y getdi, D getdi. Qaldım A ilə B arasında. Eyni ilə bu fiqurda da yer dəyişmələr olacaqdır. Mən bilirəm ki, bu fiqur aşağıdadır, yəni bu hissədədir. Qara sağa keçəcəkdir soldan. Bu hərf isə keçəcəkdir bu hissəyə. Amma mən bu hərfi çevirsəm, hansı istiqamətdə duracaq? Təbii ki, bu istiqamətdə duracaq. Yəni, belə baxmalıdır. Qara ilə bu, belə olmalıdır. Buradan onsuz A variantı gedir, qalır B variantı. Dairə də onsuz dəyişmir də. Bildik ki, dairə simmetrik fiqurdur. Ara çevirsə eyni olur. 180 dərəcə çevirsən, 360 da çevirsən, yəni bu olduğu kimi qalır. Bəzi fiqurlar var ki, biz onları çevirəndə heç bir dəyişmə görmürük. Aha, burada mən sağdakı və soldakı 2 dənə şəkli mərkəzə doğru qatlamalıyam. Mərkəzə doğru qatlasam, buradakı bu xətt gəlir bura düşür. Sağa qatladığıma görə sağa uzaqdır. Uzaqda olan uzağa düşür, yaxında olan yaxına. Bu V işarəsi tam olaraq bu hissəyə düşür, yuxarıya. Bu xətt gəlir tam mərkəzə düşür, hətta nöqtə qoyulub ki, üzərindən bilinə ki, mərkəzə düşür. Bu xətt isə onun sağına düşür. Bu xətt isə gedir tam əks istiqamətdə düşür. Yəni, mənim şəklim ortadakı kimi olmalı. Ortada alınan variant kimi. İndi bu xətt burada olmamalıydı, mən bilirəm. Burada xətt yoxdur. Eyni ilə burada bu xətt yoxdur. Burada, deməli, hər şey düzgündür. Burada heç bir problem yoxdur. Burada da bu xətt yoxdur. Mən növbəti sualım 250-ci sual. 250-ci sualda var. Görürsünüz, nümunə də verib. İçə doğru qatlayıb. Bunu içə doğru qatlasam belə düşür. Bunu da içə doğru qatlasam, təbii ki, o da bu formada düşür. Gördüyünüz bu şəkildəki kimi. Burada bağlı qalır, təbii ki, onu bilirəm. Aha, mən bunları içə doğru qatlayacağım. Bunu içə doğru qatlasam, bu xətt belə düşür. Təbii ki, alt hissə olduğuna görə alt hissəni qatlamaya ehtiyac yox. Bir dənə də qatlasam, burada belə düşür. X variantı kimi.
Aha, yuxarı qatdasam, buradakı bu xətt gəlir bura və xətt də bu formada düşür. Ha, bunları qatladım. Gəlin bunları rəngini ağardaq. Bilək ki, qatlamışıq bunları. Bunları içə doğru qatladıq. Bir dənə qaldı nə? Yuxarıdakı. Yuxarıdakı fiquru da, mən yuxarıdakı fiquru da sola doğru qatlasam, təbii ki, bura yerləşməyəcək. Elə bil ki, bax, bu iki damadır. Bir dama deyil. Bir daması bundan üst-üstə düşəcək. Bir daması da gəlib onu ötəcək. Yəni, bu formada düşəcək. Buradan da bunu silsək, yerdə bizim qatladığımız variant qalacaqdır. Diqqətlə baxsaq, hansı variantdır? Təbii ki, B variantı. Növbəti sualımız 251-ci sual. 251-ci sualda mənə deyir ki, bu fiquru 180 dərəcə çevir. Bu fiquru 180 dərəcə çevirməyin ən axıllı versiyası ortadakı kvadratı olduğu kimi saxlamaq. Niyə? Ortadakı kvadrat onsuz da hansı tərəfə çevrilsə, o yenə də olduğu kimi qalacaqdır. 180 dərəcə çevrilsə, 90 dərəcə çevrilsə, sadəcə 45 dərəcə çevrilsə bəlkə fiqur özünü dəyişər. Və küncləri yerini dəyişmək. Künclərdəki fiqurların yerini dəyişmək. Amma hansı formada? Təbii ki, düzgün formada dəyişmək lazımdır. Mən 180 dərəcə fırlasam bu fiquru hansı formada dəyişəcək? Onu diqqətlə izləməliyəm. Aha. Deməli, bu küncdəki gələcəkdir yuxarı küncə, amma nətər varsa elə də dayanmalıdır. Yəni, nətər görmüşüksə elə də dayanacaqdır. Bu küncə gələcəkdir və bu formada dayanmalıdır. Üzü aşağı. Aha, bu da keçməlidir bu aşağı küncə. Aşağı küncdə dayanmalıdır. O da nətər varsa o formada dayanacaqdır. Yəni, bu formada dayanacaqdır. Biraz simmetriyası dəyişir təbii ki, amma bunların, yəni 180 dərəcə yer dəyişməyi budur. Və qaldı ki, bunlar da 180 dərəcə fırlansa hansı formada dayanacaq? Buradakı fiqur bu formada dayanır, yer dəyişir də sadəcə. Bax, çölə baxır da, ayaq hissələri çölə baxır, ayaq hissələrini çölə çəkirəm. Aha, buradakı fiqur hansı formada dayanır, amma o biraz dəyişik dayanır. Elə bil ki, bu formada dayanır. Yəni, bu fiqurun 180 dərəcə çevrilmiş versiyası budur. 180 dərəcə çevrilmiş versiyası. Variantlar yuxarıdadır. Gəlin variantlara baxaq, görək hansı variantdır. Aha, deməli, təbii ki, B variantı deyil, A variantı deyil. Aha, bunun üzü aşağı dayanmalıdır. Burada bu dayanmalıdır. Bu belə olmalıdır. Bəli, bu da belə olmalıdır. D variantı tərtəmiz düz. Təbii ki, C də deyil. Burada da bu aşağıya doğru dayanmalıydı. Bu isə içə doğru dayanmalıydı. Ona görə də Y variantı da səhv. Düzgün variantım D variantıdır. Bu fiqurun çevrilməsi üçün mərkəzdəki kvadratı olduğu kimi saxlayıb kənardakıların yerlərini qarşı-qarşıya dəyişmək daha düzgündür. Çünki 180 dərəcə çevriləndə hər şey öz qarşı tərəfə. Deməli, bu sualı necə işləyirik? Bu sualda biz ilk növbədə 180 dərəcə çevriləndə bilməliyik ki, fiqurun forması dəyişmir. Yəni, rombumuz olduğu kimi bu formada qalacaq. Olduğu kimi, yəni bu formada qalacaqdır. Yəni, xəttlərimiz soldan sağa doğru əyimli olacaqdır. Soldan sağa doğru bu formada. Bax, burada sağdan sola doğru əyimlidir. Bax, B gedir, D gedir, Y gedir. Onsuz bunlar yanlış variantlardır. Təbii ki, burada onsuz da A variantı olmayacaq. A variantı olduğu kimi qalıbdır. O 360 dərəcə fırlanmasıdır. C variantı kimi olacaq fiqurum. Təbii ki, 180 dərəcə fırlanmada mən bilirəm ki, yer dəyişməlidir. Yəni, qara istiqaməti yuxarı, yəni oturacaq hissəsi düşür aşağı. Təpə nöqtəsi isə qalır yuxarıda. Qara burada olmalıdır. Ağlar isə onun kənarlarında, sağda və solda. Aha, bu hissənin dəyişimi də gördüyünüz kimi fiqur fırlananda eyni ilə burada gördüyünüz vəziyyətdə dəyişir. Əslində, bir dənə fiqur fırlananda olduğu kimi qaldığını bilsəz, B, D, Y-nin avtomatik getdiyini biləcəksiniz.
Sadəcə A variantının da 360 dərəcə fırlanma olduğunu bilirsiniz də. Əgər fiqur eyni olduğu kimi qalırsa 360 dərəcə fırlanıb deməli, ya da ki, heç fırlanmayıbdır. Aha, ona görə də qalır C variantı yalnız. Növbəti sualım 253-cü sual. 253-cü sualda mənə qatlama deyilir. Deməli, qatlamada mən yuxarı tərəfi sağa tərəf qatlamalıyam. Və burada qatlayanda bu xəttlər bildiyiniz kimi çevrilir. Belə duran xəttlər olur belə. Bu tərəfə çevrilir. Bu tərəfə çevriləndə, bunlarla üst-üstə düşəndə burada belə bir vəziyyət alınır. Və bu fiqurla da, bu fiqur gəlir üst-üstə düşür. Və dediyim kimi, bunu üçbucaq kimi qatlayanda, burada düz duran xəttlər belə olduğuna görə, bunun xəttləri ilə bunun xəttləri elə üst-üstə düşür. Heç bir dəyişim olmur. Elə bir ki, bu olmur, burada elə bir ki, setka yaranır və burada da xəttlər üst-üstə düşdüyünə görə heç bir dəyişim olmur. B getdi, D getdi, C getdi, A getdi, bir dənə qalır Y variantı. Növbəti sualım 255-ci sual. Son olaraq 254-cü sual kublar mövzusuna aid sualdır. Ona görə o sualı izah eləmirəm. Son sualım 255-ci sual. Deməli, 255-ci sualda məndən nəyi soruşur? Bu fiqurun saat əqrəbinin tərsi, saat əqrəbi istiqamətində daha doğrusu 270 dərəcəyə fırlanmasını soruşur. Mən niyə saat əqrəbinin tərsi dedim? Çünki mən demişəm ki, saat əqrəbi istiqamətində əgər 270 fırlanırsa, mən onu saat əqrəbinin tərsinə 90 dərəcə fırlatsam kifayət edir. Çünki bir çevrə 360 dərəcədir və onu tərsinə 90 fırlatmaq yetərincə kifayətdir. Və tərsinə 90 fırladanda onsuz da fiqur olduğu kimi qalacaq. Mən bunu bilirəm. Qaraltıların sayına diqqətlə baxsaq, görərsiniz ki, onsuz da A variantı deyil. Elə qaraltıların sayı ilə bəzi variantlar çıxır. 2 dənə qum saatım var. Bir dənə balaca üçbucağım, bir dənə də böyük üçbucağım. 2 dənə qum saatı. Bir dənə böyük üçbucaq, balaca üçbucaq yoxdur məsələn. 2 dənə qum saatından biri yoxdur. Bax 2 dənə qum saatına oxşar versiya var, bax belə. Şəkillərdən uyğunluqla da çıxmaq olur da, bunu çevirməmiş. 2 dənə qum saatım var. Bir dənə balaca üçbucaq, bir dənə böyük. Burada bir dənə qum saatı var, digəri yoxdur. Burada 2 dənə qum saatı, bir dənə böyük üçbucaq var, balaca üçbucaq yoxdur. Qaraltıların sayı azalmamalı da mən bunu sadəcə çevirirəm. Çevirirəmsə niyə azalsın? Aha, bax burada hər şey qaydasındadır. C variantı düzdür. Burada da bir dənə qum saatı var, bir dənə böyük üçbucaq var, kiçik üçbucaq var. Digər qum saatı yoxdur. Belə qum saatı olmur. Yəni bu hissə rəngsiz olmalı idi ki, mən bunu qum saatı kimi götürüm. Burada kiçik bir hissə rəngsiz olmalı idi. Baxın bu hissə. Bu hissə rəngsiz olmalı idi ki, mən bunu qum saatı kimi fikirləşməm. Ona görə də Y variantı da gedir sonda. Qalır bir dənə C variantı. Heç çevirmədən belə bu sualın cavabını tapmaq olur.